Salam uşaqlar, bugün sizlərlə birlikdə 4-cü sinif məntiq, yəni ki, beyin gimnastikası rəqəmli məntiqdə işləyəcəyik. Səhifə 13, bunu yazacağıq. Gəlin birlikdə yazaq, dəftərimi də açım. Sizin üçün əslində mən yazmışdım dəftərimi, amma 6-ya qədər təkcə yazmışam da. Birinci sual. Birinci sualda bizə verilib ki, kvadratın qiymətini tapın və üçbucağın qiymətini tapın. İkisini də bir-birinə vuracaqsınız. Tapaq mənim üçün fərqli deyil. 6-nın üzərinə 0 gəldikdə 6. 0-ın üzərinə bəlkə 5 gələk 5 eləsin. Çünki burada da 3-ün üzərinə 5 gəldik 8. Bu belə alınacaq məncə. 0-ın üzərinə 5 gəldikdə 5. 3-ün üzərinə 5 gəldikdə 8. Görürsünüz, uyğundur. İndi kvadratımız bir yadda falan yox idi ki, xeyr. İndi kvadratımızın qiyməti 3 ola bilər. 3-ün üzərinə 1 dur. İndi kvadratımız 3-dür. Üçbucağımız da 5-dir. Deməli bunların cəmi yox, hasili 15-dir. Baxın, mən də bu şəkildə yazmışam dəftərimə. Baxın, bu şəkildə. D variantı eləyir. İkincidə bizə verilib ki, 3-ün üzərinə 9 gəlir, 12, 2 yazaq 1 yadda. 8-in üzərinə neçə gələrsək, amma 1 yaddadır, bir yaddadır. İndi A'mız 8-in üzərinə 7 gələrikmi? 15 il 20. İndi 1 yaddaydı deyə 16. 6 yazaq təzədən 1 yadda. A'mız 7 olduğuna görə 7-nin üzərinə 8 gəlir, 15. 1 yaddaydı 16. A'mızın qiyməti 7 deyilə pramol. Baxın, sizin üçün də göstərirəm bunu. Birdən elə bilərsiniz, yazmamışam. Baxın, ikinci sualdır. Gördüyünüz kimi. Üçüncü suala keçək uşaqlar. Üçüncü sualda, bir dəqiqə. Üçüncü sualda təbii ki də 6-mızın qiyməti 0 ola bilər. Çünki 6-dan 0 çıxdıqda 6, 5-dən üçbucağımızın qiyməti 2 ola bilərmi? Yoxlayaq. 5-dən 2 çıxırıq 3 alındı. İndi kvadratımızın qiymətini eləməliyik ki, üçbucaq alınsın. Kvadratımızın qiyməti olar 2-dirsə, 7-dən 5 çıxacaq 2 eləyər. Məncə kvadratımızın qiyməti belədir. Baxın, çünki uşaqlar bax, qiymət 2-dir də üçbucağımızın. 7-dən də 5 çıxaraq 2. Ulduzumuzun qiyməti. 9-dan buna bir 10-luq verməmişik ki, xeyr. 9-dan 4 çıxırıq 5. Eləyəcəkmi 420? Dairəmizin qiyməti 0-dır. Üçbucağımızın qiyməti 2-dir. Ulduzumuzun da qiyməti 4-dür. Cavabı C. Baxın, göstərim sizə dəftərimdə də. Bir dəqiqə, 3-cü sual C. Dördüncü suala keçək uşaqlar. Dördüncü sualda da deyir ki, A üstə gəl B-ni tapın. Tapaq, yaxşı. B-imizin qiyməti 2 ola bilərmi? 5-dən çünki 2 çıxdıqda 3. Təbii ki də B-imiz 2 olduğuna görə A'mızın qiyməti 4 ola bilərmi? Çünki 12-dən 4 çıxanda 8 eləyir uşaqlar. Burada buna bir onluq vermişdik elə. 4 qalmışdı. Uşaqlar, 4-dən 5 çıxmaq olmur. A'mızın qiyməti 4 olduğuna görə 14-dən 5 çıxdıqda 9 alınır. A'mızın qiyməti 3 olduğuna görə, çünki bundan bir vahid vermişdik. 3-dən də 2 çıxanda 1 eləyir. Deməli, A'mızın qiyməti 4-dür. A deyirsə 44-ün üzərinə 2 gəlir, 46. Deməli, A variantı 46. Baxın, 46 yazmışam mən də. A'mızın qiyməti 4, B'mizin qiyməti 2. 5-ci suala keçək. 5-ci sualda həm kvadrat tapacaq, həm üçbucağı tapacaq, sonra da ikisinin cəmi tapacaq. Mənim üçün asandır. 5-in üzərinə neçə gələcək ki, 3 olsun. 5-in üzərinə 8 gələ bilərikmi? 13, 3 yazaq 1 yad. 2-nin üzərinə 4 gəlsək 6, 1 yaddaydı 7. 7-nin üzərinə 6 gəldikdə 13, 3 yazaq 1 yadda. 3-ün üzərinə 2 gəldikdə 5, 1 yaddaydı 6. Demişdim ki, kvadratımızın qiyməti 8-dir. Üçbucağımızın qiyməti 3-dür. İkisinin də cəmi 11 ilə. Baxın, bu şəkildə 11-dir. Yəni, birdən elə bilərsiniz, yazmamışam. 6-cı sual. Uşaqlar, 6-cı sualda 8-in üzərində 8 gəlir, 16. Ulduzumuzun qiyməti 6-dır. Baxın,
ulduzumuzun qiyməti 6-dır. Kvadrat 6'nın üzərinə neçə gəlsək ulduzumuzun qiyməti 6 alınır. 6'nın üzərinə 9 gələrsək 15, bir yadda 16 eləyərmi? Bəli, eləyər. Ulduzumuzun qiyməti 6'nın üzərinə 6 gəlir 12, bir yadda 13, 3 yazaq, bir yadda 3'ün üzərinə 8 gəldikdə 11, bir yadda 12, 2 yazaq, bir yadda 3 bucağımızın da qiyməti 2'dir. 4'ün üzərinə 5, 9, bir yadda 10. Aha, indi bizdən soruşur ki 3 bucaq kvadrat, ulduz kvadrat 3 bucağı edən. İndi biz də cavabı 692 edəcək. Cavab D bəndi. Baxın yazmışam. İndi 7-ci suala keçirik. Aha uşaqlar, 7-ci sualda isə deyir ki 5A'nın üzərinə 4, yəni ki A'nın qiymətini tapacaq, B'nin qiymətini tapacaq. Sonra ikisinin də H'sini tapacağıq. İndi 5'in üzərinə neçə gəlsək 4 eləyir. Yəni ki 5'in üzərinə 9 gəlsək 14 eləyir. 4 yazaq, bir yadda 6'nın üzərinə 1 gəldik 7, 7'nin üzərinə 7'nin yəni ki bir yaddaydı 8. İndi A'mızın qiyməti 9 olduğuna görə 1'in üzərinə 9 gəldi 10, 0 yazaq, bir yaddaydı. Eləcək 11. Yəni ki 9'u vuracaq 0'a. Yox, 9'u vuracaq 1'ə. Eləyəcək B variantı. Çünki A'mızın qiyməti eləyəcək 9, B'mizin də qiyməti eləyəcək 1. 1'i də 9'a vuranda 9 eləyir. B variantı. 8-ci sual. 8-ci sualda isə A'nın yeni qiymətini tapacaq, B'nin yeni qiymətini tapacaq, sonra bir-birini hazır edəcək. Aha, 5'dən buradan yəni ki 6 eləyə bilər. Çünki 15'dən 6 çıxanda 9. Aha. Burada 6 idi deyə 5 qalır. Çünki bir vahid vermişdik. 5'dən 5 çıxanda 0. B'mizin qiyməti 0. A'mızın da qiyməti 6. 6'nı da 0'a vurduqda 0 eləyir təkrar. Yəni ki D variantı. Baxın 0 eləyəcək. Hə uşaqlar, 9-cu suala keçdik. 9-cu sualda həm dairəni deyir, həm də kvadrat tapın, sonra bir-birinə vurun. Yəni ki H'sini tapın. İndi burada 12'dən 5 çıxdıqda 7 alınar. Buna bir onluq vermişdik. 8'dən 7 çıxırıq 1. Bundan bir onluq verə, eləyir 16. 16'dan 7 çıxanda 9. Bundan bir onluq vermişdik 7. 7'dən 2 çıxdıqda 5. Dairəmizin qiyməti olur 2. İndi kvadrat. 6'nın üzərinə 2 gəldikdə 8. 6'nın üzərinə 7 gəldikdə 13, 3 yazaq, bir yadda. 7'nin üzərinə 6 gəldikdə 13, bir yadda 14. 2'nin üzərinə 6 gəldikdə 8, bir yadda 9. İndi 2'ni vururuq 6'yı 12'ye B. 10-cu suala keçək. 10-cu sualda da bizdən soruşur ki, bir dəqiqə. Ha uşaqlar, 10-cu sualda da deyir ki, dairə işte gəl 12'ni tapmalıyıq. İndi 5'dən 9 çıxdıqda, yəni 15'dən 9 çıxdıqda 6 eləyər. 7'dən 2 çıxdıqda 5, 9'dan 6 çıxdıqda 13. Burada 3 yaz. 99'un da üstünə 12 gəldikdə, 99'un da üzərinə 12 gəldikdə 111 A variantı. Aha uşaqlar, keçdik 11-ci suala. 11-ci sualda 2'nin üzərinə 8 gəlir, 10, 0 yazaq, bir yadda. 3'ün üzərinə 4 gəlir, 7, bir yaddaydı 8. C'mizin qiyməti 8. C'mizin qiyməti 8'dir. 7'nin üzərinə neçə gəlsək 9 eləyir. B'mizin qiyməti də 2'dir. A'mızın da qiyməti 3'dür. Cavab eləyəcək. Neçə eləyər cavab? 13. Çünki hamısının cəmi deyil. C'nin qiyməti 8'dir. B'nin qiyməti 2'dir. A'nın da qiyməti 3'dür. Bunların cəmi 13 eləyir. Keçdik 12-ci suala. 12-ci sualda kvadrat tərs çevrilmiş 3 bucaq dairəni istəyir bizdən və cəmlərini istəyir. 5'in üzərinə 6 gəldikdə 11, bir yazaq, bir yadda. Dairəmizin qiyməti 1'dir. 8'in üzərinə 6 gəldikdə 14, bir yadda 15. Yəni 3 bucağımızdan qiyməti 6'dır. Tərs 3 bucağımızın qiyməti 6'dır. İndi kvadratı necə tapsaq? 6'nın da üzərinə 2 gəldikdə 8. Bunların cəmi eləyər 9. Çünki 2 kvadratın qiymətidir. Dairənin qiyməti 1'dir. Tərs 3 bucağında qiyməti 6. Bunların cəminin hamısı 9 eləyir. Aha uşaqlar, 13-cü sual. 13-cü sualda nədir? 3 bucaq və dairənin cəmini istəyir bizdən. Deməli 13-dən 4 çıxsaq 9 eləyərmi? Eləyər. 3-dən 3 0, 8-dən də 5 çıxanda 3. Dairəmizin qiyməti bir dəqiqə. Dairəmizin qiyməti
4'dür. Üçbucağımızın qiyməti 5'dir. Bunların cəmi 9. C variantı. Keçək 14-cü suala. Aha uşaqlar, 14-cü sualda bizdən soruşur kvadratın və dairənin hasilini. İndi uşaqlar, 1-dən 4 çıxan, yəni 11-dən 4 çıxanda dairəmizin qiyməti alınacaq 7. Burada 1 qalır. 11'dən də 9 çıxdıqda 2. 4'dən 6 çıxanda 8 eləyir. Yəni ki, kvadratımızın qiyməti 6, dairəmizin də qiyməti 7. Bunların hasilinin cavabı 42 eləyir. Cavab B variantı. Uşaqlar, axırıncı sualda isə bizdən soruşur ki, A, B, C-dini tapın. Mən tapdım. Ya deyəsən sualda səhvlik olubdu, ya da mən deyəsən səhvlik eləmişəm. Ona part 2-də baxarıq. Sağ olun. Belə videoların gəlməsini istəyirsinizsə kanala abunə olub like atmağı unutmayın. Sonra keçərik ortancı səviyyəyə. Sağ olun.